Hər kəs salam. Deməli, mənim üçün Sırvnik kimdir? Sırvnik mənim üçün belə deyək də, tam kursu keçib 6 ay. 6 aydan sonra ikinci mərhələyə girib, 3 aylıq mərhələni keçib, option 9-a və çıxıb cəmiyyətdə bir müddət yaşayıb, bacara bilməyib, onda qırılma nöqtəsi olur, yəni sırılıb. Və təzədən gəlib reabilitasiya mərkəzinə bərpa olur. Amma təcrübədə belə bir şeylər olub ki, misal üçün, tam kursu keçiblər, amma təzədən gəliblər reabilitasiya mərkəzi, biz ona fərdi yanaşmışıq. Fərdi necə yanaşmışıq? Baxmışıq ki, bu adam, yəni nəinki 3 ay, bu adam hətta 1 il qalmalıdır burada. Ona görə, yəni, burada biraz pasiyentə baxır. Pasiyent var ki, bəli, məsələn, tam kursu keçib, gəlib bir də kursu keçir. Pasiyent var ki, 4 ay reabilitasiyada olub, çıxıb gedib 5-6 ay qalıb ayıq, sırıq eləyib, təzədən gəlib, biz onu 3 ay saxlamışıq. Burada bu sırıq məsələsi ümumiyyətlə çox böyük bir mövzudur. Burada hər bir pasiyentə fərdi yanaşmalıdır. Yəni, pasiyentin özünə uyğun. Bu qədər.